Və sonra isə Allah Resulü sallallahu aleyhi ve sellem duanın növbəti hissəsində 10-cu faydalardan biri isə buyurur ki, وَالنَّبِيُّونَ حَقٍّ Peyğəmbərlər isə haqdır. Bu da Peyğəmbərlərə olan imandır. Ki, Peyğəmbərlərə iman gətirmək imanın əsaslarındandır. İmanın 6 rükünü var, onlardan biri də Peyğəmbərlərə iman gətirməkdir. Necə ki, Allah Subhanahu wa ta'ala buyurur ki, Əmənər Rasulü bimə unzilə iləyhi min Rabbihi vəl-mu'minun kullun əmələ billahi və mələikətihi və kutubihi və rasulihi. Allah Azze və Cəllə buyurur, Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Peyğəmbərlərə iman gətirmək, yəni etiqadımız odur ki, onlar qulların içərisində seçilmişlərdir. Və Allah onları insanlara haqqa yönəltmək üçün göndərib və həqiqətən onlar doğrulardır, doğru danışanlardır. Onlar dürüst insanlardır. Allahdan qorxmağı daima tövsiyə edənlərdir. Həmçinin də onlar doğruya çağıranların başçılarıdır və daima onlar insanlara haqqa çağırarlar və buna dəvət edərlər. Əgər kim onlara cavab verərsə, onları cənnətlə müjdələyərlər. Və kim əgər onlara icabət etməzsə, onlara cavab verməzsə, onları xəbərdar edərlər. O, cəhənnəm haqqında, cəhənnəmi onlara bəyan edərlər. Və həqiqətən də onlar elə bir xeyir yoxdur ki, insanları onlara öyrətməsinlər, insanları onlara yönəltməsinlər. Və elə bir şər də yoxdur ki, insanları onlardan çəkindirməsinlər. Allah Azze və Cəllə buyurur, وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينَ Allah buyurur, Peyğəmbərin vəzifəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə sizlərə təbliğ etməkdir. Yəni, Peyğəmbərlərin vəzifəsi bundan ibarətdir. Həmçində Peyğəmbərlər iman gətirməyimizlə birlikdə etiqad etməliyik ki, onlara vəhy inir və bəzi Peyğəmbərlərin də öz kitabları var. Allah onlarla kitablar indirir. Necə ki, Allah Azze və Cəllə buyurur, İnnə əvhəynə iləykə kəmə əvhəynə ilə Nuhin və nəbiyyinə min bə'dihi وأوحينا إلى إبراهيم وإسماعيل وإسحاق ويعقوب والأسباط وعيسى وأيوب ويونس وهارون وسليمان وآتينا داود زبورا Allah Azze və Cəllə buyurur, biz Nuh'a, ondan sonraki Peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə və İshaqa və Yaquba, onun nəslinə, İsa'ya, Eyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik. Biz etiqad edirik ki, Allah onlarla vəhiy indirmək üçün onlara da mələklər indirib, onlar üçün mələklər indirib və həmçində mələklər də Allah Subhanahu wa Ta'ala'nın seçilmiş qullarıdır, hansı ki, Allah Azze və Cəllə vəhiyi onlar vasitəsilə istədiyi kəslərə göndərir və həmçində insanlardan elçilər seçib, bu elçilər də Peyğəmbərlərdir. Necə ki, Allah Azze və Cəllə mələklər və Peyğəmbərlər haqqında buyurur ki, Allahu yastafi minəl mələikəti rusulən və minən nəs innəlləhə səmi'un basir. Allah Azze və Cəllə buyurur, Allah mələklərdən elçilər seçir, insanlardan da. Həqiqətən Allah eşidəndir və görəndir. Və təbii ki, mələklərə iman gətirmək imanın rükunlarındandır, imanın əsaslarındandır. Və sonra isə Allah Resulü sallallahu aleyhi ve sellem 11-ci duada keçən 11-ci fayda isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, O Muhammedun sallallahu aleyhi ve sellem haqq. Muhammed sallallahu aleyhi ve sellem haqdır. O bu da Peyğəmbər sallallahu aleyhi ve sellemin Peyğəmbər olmasına xüsusi iman gətirməkdir. Həqiqətində iman gətirmək odur ki, Allah subhanahu wa ta'ala Peyğəmbər sallallahu aleyhi ve sellemi öz qulları içərisindən seçib və onu ən kəramətli qullardan edib və onu imamların, müttəqilərin, Allahdan qorxanların imamı edib. Hətta üzləri parlayanların bir başçısı edib və həmçinin də o, bütün Adəm övladının seyyididir və bütün Peyğəmbərlərin sonuncusudur. Necə ki, Allah subhanahu wa ta'ala onun haqqında buyurur ki, وَلَكِنْ رَسُولَ اللّٰهِ وَخَاتَمَ النَّبِيِّينَ Allah Azze ve Celle buyurur, lakin o Allah'ın elçisi və Peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir. Kim əgər onun arxasıca gedibsə,
onlara Allah Subhanahu wa Taala cənnət vəd edib. Həqiqətən də Allah Subhanahu wa Taala onu yəni Allaha tərəf çağıran və nur saçan bir çıraq edib və həmçinin Allah Subhanahu wa Taala onu insanlara haqqı bəyan etmək üçün göndərib və necə ki peyğəmbərlər haqqında demişdik, öncəki peyğəmbərlər haqqında da Muhammed sallallahu əleyhi və səlləm haqqında da deyirik ki, o elə bir xeyir yoxdur ki, o insanları ona yönəltməsin və elə bir şər yoxdur ki, insanları ondan çəkindirməsin. Yaxşı, bəs Muhammed sallallahu əleyhi və səlləmin peyğəmbər olmağına iman gətirməyimiz nədir? Yəni, onun əmr etdiklərinə, Muhammed sallallahu əleyhi və səlləm əmr etdiklərinə itaət etmək və onunla gələn xəbərləri təsdiq etmək, qadağan etdiklərindən və çəkindirdiklərindən çəkinməyimizdir və yalnız onun qoyduğu yolla Allaha ibadət etməkdir. Bu, Muhammed sallallahu əleyhi və səlləmin rəsul olduğuna şəhadət etməkdir. Və insan onun qoyduğu və o necə Allah Subhanahu wa Taala yaxınlaşırdısa, insan da elə bir formada Allaha yaxınlaşmalı, havadan, öz nəfsinə uymaqdan və bidətlərdən uzaq olmalı və həmçinin etiqadımız odur ki, insan onu özündən çox istəməli, atasından, anasından, övladlarından, öz həyat yoldaşından, öz qohumlarından ən çox onu sevməlidir. Və Muhammed sallallahu əleyhi və səlləm o bir quldur və ona ibadət edilməz. O bir rəsuldur, o heç vaxt yalan danışmaz və ona daima itaət olunmalı və ona daima tabi olunmalıdır. Kim əgər ona itaət edərsə, cənnətə girər. Yox, əgər kim ona asi olarsa, əgər ona qarşı gələrsə, o cəhənnəmə girər. Muhammed sallallahu əleyhi və səlləm peyğəmbərlərin sonuncusudur və Quran da sonuncu kitab olaraq onunla endirilmişdir. Muhammed sallallahu əleyhi və səlləm peyğəmbərlərin sonuncusudur. Necə ki, o deyir ki, Lə nəbiyyə bə'di, məndən sonra peyğəmbər yoxdur. Və həmçinin o xəbər veribdir ki, ondan sonra yalancı peyğəmbərlər, dəccallar çıxacaq. Hansı ki, onlar iddia edəcəklər ki, biz də peyğəmbərik. Lakin hədis açıq aydın onu göstərir ki, ondan sonra peyğəmbər yoxdur və dəlil də buna sübutdur. Və qissələrdən biri, baş vermiş qissələrdən biri də Şeyx Abdurrazaq Həfizəhullah buyurur ki, bir gün mənə yanıma bir nəfər gəldi. O dedi ki, bu qissə təbii ki, onu göstərir ki, Muhammed sallallahu əleyhi və səlləmdən sonra peyğəmbərlik iddia edənlər haqqındadır. Və deyir ki, o mənə dedi ki, mən həqiqətən də qəribə və əcaib şeylər görürəm. Və istəyirəm ki, sən onları məndən dinləyəsən. Şeyx buyurur ki, buyur, mən səni eşidirəm. Və həmən adam buyurur ki, mən bir gün yuxuda gördüm ki, mən bir nurun içərisində, mənim qarşımda bir nur var və həmçində mənə vəhy yenir. Və bu vəhy ilə mənə dedilər ki, sən peyğəmbərsən və bu, yəni, peyğəmbərliyi insanlara çatdır və dini təbliğ etməyə başladı. Və şeyx ona buyurur ki, həqiqətən sənə doğrudan da vəhy yenir. O dedi ki, bəli, mənə vəhy yenir. Şeyx də onu təsdiqləyir, heç bir şey demir. Deyir ki, bəli, sən düz dedin. Təbii ki, orada oturanlara təəccüblənir ki, necə şeyx bunun dediyini təsdiqləyir. Şeyx sonra ona deyir ki, lakin burada mən sənə bir şeyi diqqətinə çatdırmaq istəyirəm ki, hətta yəni, məsələ sənə qaranlıq qalmasın. Yəni, həqiqətənmi sənə vəhy yenir? O deyir ki, bəli, doğrudan da mənə vəhy yenir. Şeyx buyurur ki, vəhy iki növdür. Bir vəhy odur ki, Allah tərəfindən olan vəhiydir. Necə ki, Allah Subhanahu wa Taala buyurur ki, Şüara surəsində وَإِنَّهُ لَتَنْزِيلُ رَبِّ الْعَالَمِينَ نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينَ عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ بِلِسَانٍ عَرَبِيٍّ مُبِينٍ. Allah Azze ve Celle buyurur, şübhəsiz ki, bu aləmlərin Rəbbindən nazil edilmişdir. Yəni, Cəbrail indirdir ki, sənin qəlbinə sən xəbərdar edənlərdən olasan, bu Quran açıq ərəb dilində nazil edilmişdir. Yəni, burada şeyx ona demək istəyir ki, bununla birlikdə bu vəhy yalnız Peyğəmbər sallallahu əleyhi və səlləm enirdi və Peyğəmbər sallallahu əleyhi və səlləm öləndən sonra artıq vəhy kəsildi. Bu da ümmətin, ilm əhlinin icma etdiyi bir şeydir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm öldüsə artıq vəhy kəsildi, vəhy yoxdur.
Həmçində sünnədən gələn dəlillərdən biri deməli Ümmü Eymənin qissəsidir ki, Əbu Bakr radiyallahu anhu və Ömər radiyallahu anhu Peyğəmbər sallallahu əleyhi və səlləm daima Ümmü Eyməni ziyarət edirdilər. Onun vəfatından sonra onlar onu ziyarət edirlər və görürlər ki, Ümmü Eymən ağlayır. Ona deyirlər ki, niyə görə ağlayırsan? Səbəbini ondan soruşanda deyir ki, ona görə ağlayıram ki, artıq Peyğəmbər sallallahu əleyhi və səlləm ölümü ilə vəhy kəsildi. Bu da onu göstərir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ölübsə artıq vəhy kəsildi. Və sonra isə şeyx ikinci tərəf ona deyir ki, deməli ikinci vəhy odur ki, necə ki Allah azza və cəllə kitabda buyurur ki, وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ Allah azza və cəllə buyurur, həqiqətən də şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər. Həmçinin Allah başqa bir ayədə buyurur ki, Həl unəbbiukum alə mən tənəzzəlu şeyatin tənəzzəlu alə kulli əffəkin əthim. Allah buyurur, şeytanların kimə nazil olduqlarını sizə xəbər verinmi? Onlar hər bir yalancıya və günahkarlara nazil olarlar. Və şeyx buyurur ki, bu vəhidir sənə ilə. Sənə ilə bu vəhidir və sənə nəsiyyət edirəm ki, tövsiyə edirəm ki, bu əməldən əl çəkəsən, bu şeytanın şərindən Allaha sığınasan. Həqiqətən də bu şey sənin özünə ziyandır və insanları bu şeylərlə azdırma. Və sonra həmin adam deyir ki, mən qovulmuş şeytanın şərindən Allaha sığınıram. Və sonra şeyx buyurur ki, həqiqətən də şeytan səndən qabaq bununla bir çox insanları azdırıb. Ona görə də sənə belə bir şey gəldiyi zaman şeytandan Allaha sığın və o səndən uzaqlaşın, hətta salamat olasan, sağ qalasan. Və bu da təbii ki, onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra kimsə Peyğəmbərlik iddia edirsə, o yalancıdır. Və sonra isə növbəti fayda isə Allah Resulü sallallahu aleyhi ve sellem 18-ci fayda Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, وَالسَّاعَةُ حَقٍّ Qiyamət saati haqqdır. Yəni o saat ki, yəni artıq qiyamət günü qopacaq və sur üfürüləcək. Artıq o günü, yəni bu dünya həyatı sona çatacaq. Necə ki Allah Subhanahu və Teala o saat haqqında buyurur ki, وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُقْسِمُ الْمُجْرِمُونَ مَا لَبِثُوا غَيْرَ سَاعَةٍ Allah Azze və Cəllə buyurur, o saatın gəldiyi gün günahkarlar dünyada bir saat qaldıqlarını and edəcəklər. Onlar dünyada da haqdan belə üz döndərirdilər. Və saat haqqında, o qiyamət saati haqqında ayələr çoxdur. Və başqa bir ayələrdən biri isə Allah Azze və Cəllə buyurur, وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لَا رَيْبَ فِيهَا Həqiqətən o saat gələcəkdir, onda heç bir şübhə yoxdur. Niyə görə saat deyilir? Çünki o vaxt hər bir şey bir anda baş verəcək. Hər bir şey bir anda bitəcək və bu dünya həyatı tamamilə yox olacaq, artıq axirət həyatı başlayacaq. Və hər bir ölən kəsin artıq onun üstünə bir qiyamət qopmuşdur. Və təbii ki, bu kiçik qiyamətdir. Artıq böyük qiyamət isə artıq insanların hamısının o gün qəbirlərindən qalxmasıdır və o böyük qiyamətin başlamasıdır. Baxın, Allah Resulü sallallahu aleyhi və səlləm qiyamət haqqında buyurur ki, bir gün bədəvlərdən biri Peyğəmbər sallallahu aleyhi və səlləm yanına gələndə deyir ki, qiyamət nə vaxt olacaq soruşurlar və Allah Resulü sallallahu aleyhi və səlləm onların ən cavanına baxaraq deyir ki, əgər bu yaşasa, ona qocalıq vaxtı yetişmədən ölsə artıq sizin qiyamətiniz qalxmışdır. Və sonra isə başqa dəlillərdən biri isə Osman radiyallahu anhu bir gün qəbrin yanında dayanır və ağlayır və ağladığı zaman saqqalı islanır. Və ona deyilir ki, cənnət və cəhənnəmdən danışılarkən heç ağlamırsan, lakin bundan ağlayırsan. O deyir ki, bəli, həqiqətən də belədir. Qəbir həqiqətən də axirətin ilk mənzilidir. Əgər insan buradan qurtularsa, nicat taparsa, ondan sonraki da bundan asan da olacaqdır.
Əgər buradan qurtulmazsa, nicat tapmazsa, bundan sonraki buradan da daha şiddətli olacaqdır. Və ona görə insan çalışmalıdır ki, necə ki dedik, bu dünyada onu cənnətə yaxınlaşdıran salih əməllər və gözəl sözlər danışmalıdır. Və sonra isə Allah Resulü sallallahu aleyhi ve sellem duanın digər tərəfində isə buyurur ki, Allahumma ləkə əsləmt. Allahım, sənə təslim oldum. Təslimiyyət, necə ki Allah subhanahu wa ta'ala buyurur ki, وَأَنِيبُ إِلَى رَبِّكُمْ وَأَسْلِمُوا لَهِ. Allah buyurur, əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və ona itaət edin. Yaxşı, bəs biz deyirik İslam və İslamda təslimiyyətdir. Bəs İslamın mənası nədir? İslam nədir? İslam odur ki, tövhidlə Allaha təslim olmaq, itaətlə Allaha boyun əymək, şirk və onun əhlindən uzaq olmaq. Bu İslamdır. Ona görə insan Allahın əmirləri qarşısında və onun itaəti qarşısında təslim olur və başqalarına, qeyrilərinə təslim olmur. Əgər kim Allaha təslim olmazsa, bu insan təkəbbürlü insandır. Əgər insan Allaha və başqasına təslim olarsa, bu insan artıq şirk etmiş olar. Əgər kim yalnız Allaha təslim olarsa, bu insan tövhid əhli olar. Ona görə də təkəbbürlük, kibir və şirk İslamın ziddidir. Allah bunu insandan heç vaxt qəbul etmir. Necə ki Allah Azze və Cəllə buyurur, İnnəd-dinə indəllahil-İslam. Həqiqətən Allah yanında qəbul olunan din İslam dinidir. Allah Subhanahu wa Ta'ala başqa dinlərə tabi olanlar haqqında isə buyurur ki, وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامَ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Kim əgər İslamdan başqa bir dinə tapınarsa, Allah bunu ondan qəbul etməz. O, axirət günü ziyanı uğrayanlardan olur. Və sonra isə sonuncu, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, وَبِكَ əmənt. Sənə iman gətirdim. İman gətirmək, Allahın Rəbb olmasına, Allahın ondan başqa ibadətə layiq, haqq məbud olmamasına iman gətirməyimizdir. Ki, həqiqətən də Allah yalnız yaradan odur, ibadətə yalnız layiq olan odur və həqiqətən də və həmçinin də Allahın ad və sifətlərinə iman gətirməyimizdir. Allah Subhanahu wa Ta'ala ağıl sahibləri haqqında buyurur ki, onlar dua etdikləri zaman belə dua edərdilər. Rabbana innana sami'na munadiya yunadi lil-imani an aminu bi rabbikum fa-amanna. Rabbana faghfir lana zunubana wa kaffir anna sayyi'atina və təvəffənə mə'əl əbrar. Ey Rəbbimiz, həqiqətində biz Rəbbinizə iman gətirin deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz, günahlarımızı bizə bağışla, təqsirlərimizdən kes, canımızı itayətkarlarla bir yerdə al. Və Allaha iman gətirmək ən əzəmətli rükunlardan biridir. Və həmçinin də imanın əsaslarından biridir. Allaha, onun vəhdəniyyətinə, tək olmağına və həmçinin də ad və sifətlərində onun heç bir bənzəri olmamağına iman gətirməyimizdir. İnsan, mümin bu şeylərə iman gətirməlidir. Ümumən, bu duada, hansı ki, istiftah duasında Allaha iman gətirmək 3 ərkan üzərində qurulmuşdur. Birinci, Allahın Rəbb olduğuna iman gətirməyimiz, hansı ki, onun mülkündə heç bir şəriki yoxdur, onun feillərində onun heç bir şəriki yoxdur. Necə ki, Allah buyurur, necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, həqiqətən də sən yerlərin və göylərin və orada olanların qəyyumusan, həqiqətən də sən yerlərin və göylərin və orada olanların məlikisən. Bu da nədir? Allahın Rəbliyinə iman gətirməyimizdir. Və sonra isə uluhiyyətinə iman gətirməyimiz isə odur ki, yəni ibadətdə Allahın heç bir ortağı yoxdur. Ona görə insan ibadət etdiyi zaman Allahı təkləşdirməli, ona heç bir şeyi şərik qoşmamalı. Necə ki, bu duada da keçdi, La ilahə illə ənt. Həqiqətən də səndən başqa ibadətə layiq olan haqq məbud yoxdur.
Həmçinin ad və sifətlərinə iman gətirməyimiz isə odur ki, Allahın bu ad və sifətlərdə heç bir bənzəri yoxdur.